Amma bunların hərəsini bir tərəfə aparırlar. Adəmə aparırlar Şri-Lankaya. Güya Şri-Lankada cənnət bağı var. İbrahimi gətirirlər, Yahudilərə verirlər, Mesopotamiyaya gətirirlər. Nuhu da gətirirlər Ağrı dağda. Bu qəti düzgün deyil axı. Bunlar üç nəsil bir-birinin davamçısıdır. Qövmdür, nəsildir, gedir. Və Jacques Chirac burada böyük. Düz eləyir. Bir balın sahibi olmayanda ona 100 sahib çıxır. Biz qoya bilməmişik ortaya öz tariximizi. Əfsanədir, nağıldır deyib tullamışıq qırağa. Dini kitablar, elmi döyü qoymuşuq qırağa. Amma onlar özləri dini kitablarla bunlar asılır. Başqa cür necə asılır? Mənbə dini kitablarını göstərirlər. Amma bizdə indi biz xalçalar üzrə Nutfanını açırıq. Bax, gör detallarla necə verilib. Bizim əcdadlarımız Nutfanını, o hadisələri, yəni o görənlərdən bəri, nəsildən nəsildə, onlar xalçada gör necədir. Baxın xalçaya, qayıq, görünür qayıq şəkli. Dorda quş, elə verilir, görürük qayığı. Dorda quş. İndi bunu açırıq. Biz mahnı ilə açıram mən bunu. Azərbaycan xalq mahnısı məşhur. Sona bülbüllərlə. Qədir Rüstəmovun o naləsi hardan gəlir? O nalə, inilti hardan gəlir? Həmin bu naxışdan gəlir. Həmin tufandan gəlir. Evləri köndələn yar. Bizə gül göndərən yar. Evləri köndələn yar, yar Allahdır, göy qübbəsidir. 9-cu mərtəbə ərş fələk. Bizə gül göndərən yar. Bizə həyat bəxş elədi, qapı açdı. Bu dünyaya səfalı bir qapı açdı, göndərdi. Gülün yarpıza döndü. Ay sona bülbülə. Yəni qədrini bilmədik. Biz bunu, sən bu tufanı bəxş etdin bizə. Məhv elədin bizi. Burada verin. Unlock your stay for less with app-exclusive prices. Download the free Booking.com app today. Burada verin. Dəryada qərq olub Nuhun gəmisi, biçilməmiş qalıb onun zəmsi. Manıda necə deyir sona bülbüllərdə? Dəryada gəmim qaldı, biçilməmiş zəmim qaldı. Şirvan aşıqları, dəryada qərq olub Nuhun gəmisi, biçilməmiş qalıb onun zəmsi. Demək, bu nəyi bizə işarə verir? Hadisə may ayında olub. Zəmi biçilməyib. Zəmi biçilməmiş qaldı. Hadisə bu aylardan olub. Göstərir. Çox çəkdim yar cəfasın, axırda mənə qəmim qaldı. Nuh 120